3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. 12 ədəd toxudum. İlk ilmək ilə sürüşdürmə edirəm. Sonra bir zəncir çəkirəm. İndi növbəti sırada sarı rənglə bir yerdə toxuyacağam. Sarı rəngi də götürürəm. İndi sonuncu ilməyə, yəni dibdəki ilməkdən toxumağa başlayıram. Qəhvəyi rəngi götürdüm. Oldu 2 dənə. İndi bu 2 dənədən bir dənə keçirdirəm, amma bunu sarı rənglə edirəm. Baxın, belə. Yəni sarı ilə qəhvəyi rəngi bir yerdə toxuyuram. İndi növbəti ilməyə keçirəm. Korичnevý rəng götürdüm və yenə qəhvəyi rəngi götürdüm. Sonra sarı. Oldu 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 və sonuncu 12. 12 ədəd toxudum. İndi bu qəhvəyi rəngi kəsirəm artıq, ehtiyac yoxdur. Kəsəndən sonra isə uç hissələri yandırıram ki, tükləri tökülməsin yəni. İndi ilmək sürüşdürmə edirəm. İlk ilmək ilə bir zəncir çəkirəm. İndi hər ilməyə bir ədəd toxuyuram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 11 və sonuncu 12. Sonra yenə ilmək sürüşdürmə edirəm. Baxın, oldu belə. Belə olanda rəng keçidi bilinmir. Yəni belə toxuyanda. Toxuyandan sonra ilk sıra gördünüz, biraz çətin olur toxumaq ilməyin üstündən. Amma sonra yəni səliqəli görünür. Bir zəncir çəkdim. İndi yenə hər ilməyə bir ədəd toxuyuram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9,